Mən buradan Zaur Baxşəliyevə müraciət etmək istəyirəm. Hörmətli Zaur müəllim, bizim babamız var. Bizim babamız bizə gün verib işıq vermir. Səhər saat 6-da durur. Aygün Kəzimovanın mən olan yer səhnədir. Sanki rap Arab. Mən olan yer zirvədir. Səhərə kimi bu mahnını açıb dinləyir. Bizə yatmağa qoymur. Toyuqlar xoruza, xoruzlar toyuğa dönüb. Qorxudan. Pensiyanı alırca, pensiyanı alan kimi gedir. Bundan əvvəl rayonlarda yox idi. İndi bütün kafelər açılıb, tərbiyəli, əxlaqlı kafelər var. Heç açıq qızları getirirlər, ora belə sirkələyib cəlb eləmək üçün müştəriləri. O kafelərə gedir, orada xərcləyir. Pensiya alır, pensiya alan kimi 1 kilo xiyarla pomidor alır. Onun qabıqlarını bizə verir, o birlərini özü yeyir. Bizə evdə çörək verməyəcək, sandıqda saxlayır. Biz mağazadan gizlin çörək alırıq. O çörəyi də əlimizdən götürür. İçinin o pambıq kimisi var. Onu özü yeyir, qalanı bizlərə verir. Bizim halımız, vəziyyətimiz çox pisdir Zaur müəllim. Biz bu babanı itirmək istəyirik. Amma qocalar evinə yox. Rap-Arablar evinə. Əgər belə bir ev varsa, mövcuddursa, mənim babamı Rap-Arablar evinə göndərin, bizdə xilas olar.